Ulu Öndər Heydər Əliyevin bütün fəaliyyəti dövründə Azərbaycanın inkişafı, xalqın rifahını daim ön planda saxlayıb və ömrünü vətənə xidmətə həsr edib. Bu barədə Qaradağ rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunan Ulu Öndərin siyasi kursu müasir Azərbaycanın uğur modeli mövzusunda keçirilən tədbirdə bildirilib. Həmçinin qeyd olunub ki, Heydər Əliyevin xalq və dövlət qarşısındakı xidmətləri əvəzsizdir. Hüquqi dövlət quruculuğu, demokratik cəmiyyətin formalaşdırılması, milli mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən siyasət müstəqil Azərbaycanın möhkəmləndirilməsinə xidmət edib. Ulu Öndərin uzaq görən siyasətini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Sonda Yeni Azərbaycan Partiyasının fəal üzvlərinə mükafat və fəxri fərmanlar verilib. Daha bir tədbir daha sonra bədii hissə ilə davam edib.